Bugün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Çar Rusiyasında Bakı quberniyası ərazisində Novxanı kəndində dünyaya göz açmışdı. 20-ci əsrin əvvəllərində Azərbaycanın əvvəlcə muxtariyyəti uğrunda, daha sonra isə siyasi müstəqillik uğrunda mübarizə aparmış insanlardan biri, sonra isə başlıcası Məhəmməd Əmin Rəsulzadə olur. Məhəmməd Əmin Rəsulzadə sonrakı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edir və o əvvəlcə Milli Şuraya başçılıq edir. Daha sonra Osmanlı ilə imzalanan Batum müqaviləsini nəticələndirmək üçün Osmanlıya yollanır. Bu dövrdə Rəsulzadə haqqında bir sıra şeylərdən danışa bilərik biz. Daha sonra onun Cümhuriyyətinin süquta uğraması ilə o Azərbaycanı tərk etməyə məcbur olur. Bir müddət təbii ki, Azərbaycanda qalır. Daha sonra isə birinci SSR ərazisindən keçərək Finlandiyaya, Polşaya, sonra isə Türkiyəyə pənah gətirir. Məhəmməd Əmin Rəsulzadə haqqında çox müxtəlif yönlü fikirlər var hal-hazırda. Azərbaycan xalqının ən böyük problemi insanları müqəddəsləşdirməkdir. Biz Məhəmməd Əmin Rəsulzadəni müqəddəsləşdirməyə çalışırıq. Lakin burada səhv edirik. Çünki Azərbaycan xalqı özünə daim bir büt axtarır. Məhəmməd Əmin Rəsulzadə bizim üçün yüksək insandır, ali insandır, amma müqəddəs deyil. Birinci növbədə, əgər bir nəfər siyasətçidirsə, o heç vaxt təmiz ola bilməz. Məhəmməd Əmin Rəsulzadə yaxşı siyasətçi idi. O dövrdə bir neçə dövlətlə eyni anda danışıqlar aparmışdı. Çar Rusiyası ərazisində təşkilat yaratmaq olsun, fəaliyyət göstərmək olsun. Daha sonraki fəaliyyətlərin özü onun yaxşı bir siyasətçi olduğunu göstərir. O, vətənpərvər insan idi. Amma vətənpərvər insanlar da bəzən təmiz olmaya bilir. Mənim bu videonu çəkməkdə məqsədim Məhəmməd Əmin Rəsulzadəni pisləmək deyil. Sadəcə, ümumi proseslərdən əlavə sizə bir şey tövsiyə edirəm ki, Məhəmməd Əmin Rəsulzadənin timsalında heç kəs, heç bir insan müqəddəs deyil. Müqəddəs başımızın üzərində duran bayraqdır. Bu bayrağı yüksəyə qaldırmaq uğrunda biz bir neçə insan, bir neçə kütlə, hətta xalq olaraq da canımızdan keçə bilərik. Təbii ki, bu yolda canını fəda edən insanların qarşısına baş əyirik, onları öyrənirik, onları lazım gəlirsə tənqid edirik ki, inkişaf edə bilək. Bugün, yəni 6 mart, Azərbaycanın Cümhuriyyət qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Biz onu hörmətlə, ehtiramla yad edirik. Amma biz onu həm də yeri gəldiyi təqdirdə tənqid edirik. Tənqid edirik ki, inkişaf eləyək. Tənqid edirik ki, indiki dövlətimiz Xalq Cümhuriyyəti kimi qısa ömürlü olmasın. Yaxınlarda bir məlumat paylaşmışdım ki, Azərbaycanda insanlar sizcə demokrat